Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyirli, bərəkətli olsun, dəyərli izləyicilər. Mənəvi Dəyər proqramını 114 TV-nin efirində izləyirsiniz. Hörmətli izləyicilər, çox gözəl bir kitab təqdimatı oldu bu yaxında. Həkimə xanım Bibeybət ziyarət kompleksində gözəl bir tədbir baş tutdu, təqdimat keçirildi, kitab təqdimatı, xüsusən də Həkimə xanım Bibi Heybət İmamət nurunun izi ilə belə bir gözəl kitabın təqdimatı baş tutdu. Bugün bu kitab haqqında və xanım Həkimə xanım haqqında söhbətimiz olacaq sizinlə. Qonağım elə bu kitabın müəllifi Binə Hacı Səlim məscidinin imamı Hacı Əkrəm Həsənoğludur, ilahiyyatçı, İslamşünas qardaşımız. Elə studiyamızdadır. Bu kitab haqqında, təqdimatı haqqında, xanım haqqında söhbətlərini eşidəcək inşallah. Mən ilk olaraq salamlayıram sizi, Hacı. Xoş gəlmisiniz və bu baş tutan təqdimata görə, bu kitabın təqdimatına görə təşəkkür edirik sizə ilk olaraq. Əvvəl təşəkkür edim, sonra təbrik edeyim. Çünki bu bir xidmətdir. Azərbaycan cəmiyyətinə bir xidmətdir. İmam övladı xanım Həkimə xanım Bibi Heybət haqqında zəhmət çəkmişsiniz. 3 ilə, mən bildiyim qədər 3 ilə başa gəlib bu kitabın ərsəyə gəlməsi. 4 dilə tərcümə edilib. Müəllif özü Azərbaycan dilində və ərəb dilində qələmə alıb. İngilis və rus dillərində isə tərcümə olunub. Həqiqətən möhtəşəm bir işdir bu. Bir daha sizə təbrik deyirəm və təşəkkür edirəm. Buyurun, söz sizdə. Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə əziz dinləyicilərimizi salamlayıram və siz də çox sağ ol deyirəm ki, dəvət elədiniz və bu kitabı cəmiyyətimizə təqdim eləmək üçün əziyyət çəkirsiniz. Çox sağ olun, minnətdaram. Borcumuzdur kitaba dəstək vermək, özdə necə bir kitaba, Həkimə xanım haqqında yazılan kitabı əlbəttə ki, təqdimatı keçirilsin, biz diqqətsiz qalaq, laqeyd qalaq olmazdı. O baxımdan da özümüzə borc bildik ki, sizi dəvət edək və burada da bu kitab haqqında və xanım haqqında bir məlumat verəsiniz. Çünki zəruri bir məsələdir. Bizim elimizdə, bizim obamızda, bizim vətənimizdə imam övladı yatır və bu xüsusi bir, necə deyərlər, bir inayətdir bu. Hansısa bir ölkədə belə bir nemət olarsa, o ölkədə həqiqətən də insanlar sevinər, xoşxal olar. Biz də sevinirik, xoşxal oluruq və xanımın demək böyük bir məqbərəsi ziyarət kompleksi də ölkəmizdə var, Azərbaycanımızda var. İnsanlarımız ziyarət edirlər. Maraqlıdır ki, siz Hacı bunu 4 mənbədən əldə etmişsiniz. Bunu yazın. Mən istərdim elə kitab haqqında, bunun ərsəyə gəlməsi haqqında sizdən məlumat eşidək. Sonra xanımın özü haqqında bir neçə sualım olacaq. Qısa olaraq deyim ki, mən ilk dəfə bu kitabı qələmə almaq istəyəndə əziz, dəyərli ustadımız Hacı Ramin Aslanlıyeva məsləhət elədim. O çox sevindi və məni bir növ stimul verdi mənə. Təşviq elədi ki, bu işi tamamlamaq lazımdır, başlayıb tamamlamaq lazımdır. Mən ilk növbədə tərəddüd eləyirdim əvvəl ki, ölkəmizdə olan çox qiymətli alim, ruhanilərin məhzərində, yəni bu işi görmək biraz insanda ehtiyat hissini doğurur. Böyük məsuliyyətli işdir və bu işi başlayanda əsas da ixlasdır, niyyətdir. Mən təqdimat tədbirində də orada da dedim ki, mən bu kitabı qələmə alanda ilk niyyətim bu olub, Bismillahdan sonra niyyətim bu olub ki, ölkəmizdə bizdən əvvəl yaşamış, xidmət göstərmiş alim ruhanilərin adından və hal-hazırda xidmət göstərən, təbliğat işi ilə məşğul olan dəyərli ruhanilərimizin adından, onların niyyətindən yazıram və şükürlər olsun ki, Allah tövfiq verdi və bu işi bitirdik, tamamladıq. Kitabı başlayıb tamamladıqdan sonra ki, o mənbələr ki vardı, həm ərəb qaynaqlarında, həm fars, rus və həm yerli mənbələr ki qaydanda,
orada müəyyən çətinliklərlə üzləşirdim, amma əlhəmdülillah əldə eləmək mümkündür, əldə eləmək olur. Kitabı tamamladıqdan sonra mən eyni zamanda bunu iki dəyərli ustadımıza da təqdim elədim. Biri ilahiyyatçı alimdir, hədisşünasdır İbrahim Quliyev və eyni zamanda dosent, tarixçi Şahlar müəllim Şərifova da təqdim elədim. Onlar da sevindilər, onlar da müəyyən istiqamət verdilər. Və xüsusən Şahlar müəllim sevindi ki, bu əsər Azərbaycanın unudulmuş tarixinə yeni bir ruh, yeni bir can verəcək. Əlhəmdülillah, onların dəstəyi ilə və onların dəyərli fikirləri ilə kitabı tamamladıq. Əlhəmdülillah, bu günləri də artıq çapdan da çıxıb təqdim eləmişik. Müvəffəqiyyət Allahdandır. Allahdandır, bəli, həqiqətən də. Mən 3 ilə başa gələn bir işin və xüsusən də Həkimə xanımla bağlı olan bir işin müvəffəqiyyət qazanacağını, xeyir tapacağını əminəm, inanıram buna. İnsanlarımız da bu kitabı əldə edələr, oxuyalar inşallah. Bibi ilə, Bibi xanımla, Bibi Eybət xanımla tanış olalar yaxından. Nə qədər əzəmətli bir şəxsiyyətin, ilahi şəxsiyyətin ölkəmizdə olduğunu düşünsünlər. Həqiqətən də mən bir neçə sual hazırlamışam, icazə versəz əgər, onları sizdən cavab alım onlara. Xanım Həkimənin nəsil şəcərəsindən danışaq, atası və anası kimdir? Bax, bu qısa bir formada cavab verəsiniz. Xanım Həkimənin atası 12 imamın 7-ci olan İmam Musa Kazım əleyhissalamdır. O nəsil şəcərəsi xanımın atası İmam Musa Kazım əleyhissalamdır, qardaşı İmam Rıza əleyhissalamdır. Klassik mənbələrdə isə İmam Musa Kazımın xanımlarının adları məlum deyil, qeyd olunmur. O da ki, o dövrün adət-ənənəsi ilə əlaqədardır ki, xanımların adlarını qeyd eləmirdilər. Amma biz tarixə baxanda görürük ki, İmam Musa Kazım əleyhissalam xanımların içərisində məhz ikisinin birinin adı mövcuddur və digərinin isə ləqəbi, künyəsi ilə tanınır. Tanınan, adı qeyd olunan Tuqtəm xanımdır. Tuqtəm, onun başqa ləqəbləri də var. Məcmədir, Tahirədir və ilaxır. Amma ikincisi isə künyəsi ilə tanınır. Ümmü Əhməd deyirlər. Hər ikisinin də haqqında tarixdə tutarlı məlumatlar mövcuddur. Klassik mənbələrə biz müraciət etdiyimizdə görürük ki, İmam Musa Kazım əleyhissalamın hər iki xanıma diqqəti böyükdür və bunun da ki, belə qiymətləndirmək olmaz ki, məhz ikisindən biri anası olduğu üçündür. Yox, onların özlərində də təqvasına görə, elminə görə, təqvasına görə, mərifətullahına görə, biliyinə görə İmam onları digərlərindən üstün tutub. Və biz buradan yola çıxsaq ki, xanım Tuqtəmlə Ümmü Əhməd, yəni Əhmədin anası eyni qadındır. Amma biz tarixi müqayisəli şəkildə təhlil edəndə görürük ki, İmam Rıza əleyhissalam, İmam Musa Kazım əleyhissalamın hansı evdə yaşadığı, hansı evdə olduğu, hər iki xanıma daha diqqətli, ona qarşı diqqətli olmağı nəticəsində biz deyə bilərik ki, elə xanım Tuqtəmlə Ümmü Əhməd eyni şəxsiyyətdir. Eyni şəxsiyyətdir. Hal belə olduqda, onda biz deyə bilirik ki, İmam Rıza əleyhissalamın anası ilə xanım Məsumənin, xanım Həkimənin, sonra Əhmədin, Məhəmmədin və Həmzənin anası elə bir xanımdır. Ümmü Əhməd, yəni həmin Tuqtəm xanım. İmam Rıza əleyhissalamla xanım Həkimə ana bir, ata bir, bacı qardaş olurlar. Bundakı biz bu nəticəyə hardan çatırıq? Hər üç imamın, İmam Musa Kazımın, İmam Rıza əleyhissalamın və İmam Cavad əleyhissalamın həyatını müqayisəli şəkildə təhlil elədikdə bu nəticəyə çata bilirik.
Nəticədə deyə bilərik ki, İmam Rıza əleyhissalamla xanım Həkimə ana bir maraqlıdır bu yerdə imamlar əleyhissalamlar nəyə görə cariyələrlə ailə qurublar? Bax bu onların həyatını təhlil edəndə maraqlı bir məqamdır, rast gəlirik. Əlbəttə ki, bu suala cavab vermək, bu sualın cavabı çox genişdir, amma qısa olaraq xülasə şəkildə etmək üçün mən 3 dənəsini burada qeyd edəcəm. Kitabda müfəssəl şəkildə vurğulanıb. İmamlar nə üçün cariyələrlə, yəni kənizlərlə ailə həyatı qurub? O səbəbdən ki, Əməvi hakimiyyətinin irqçilik siyasətinə cavab olaraq, mesela Allah Quran-Kərimdə deyir ki, İnnə əkrəməkum indəllahi ətqakum. Allah yanında ən üstün olanınız, ən təqvalı olanınızdır. Ayəsinə söykənməkdir imamların atdığı bu addım. Yəni insanlar, məsum imamlar bu ilahi meyarı əsas alaraq bu işi görüblər. Çünki Əməvilər dönəmindən sonraki Abbasid hakimiyyətinə qədər olan tarixi biz baxaraq görürük ki, onlar o qədər şovinistçiliyə üstünlük verirdilər, irqçiliyə üstünlük verirdilər ki, sanki digər ərəb olmayan müsəlmanlar heç bir özəlliyi, heç bir üstünlüyü, heç bir ehtiram, hörməti yoxdur. Ona görə də bu xəstəlik geniş bir vüsət almışdı. İmamlar bu xəstəliyi müalicə etmək məqsədi ilə ərəb olmayan xanımlarla ailə həyatı qururlar və bir çox ehtimallar var. İkinci ehtimal budur ki, İslam coğrafiyasını, İslamın hüdudlarını genişləndirmək üçün. İkinci əsas budur. Üçüncü ehtimal nəzəriyyə budur ki, nəciblik, paçlıq təkcə ərəb, Qureyş qadınlarına məxsus deyil. Onlara da aid deyil. O baxımdan imamlarımız ərəb olmayan qadınlarına ailə həyatı qurmuşdu. Ərəblərdə ümumiyyətlə bu adət idi, bir-birlərinə dəstək versinlər, digərlərini aşağılasınlar. Çox aşağılayırdılar. Belə bir məsələ var idi. Belə bir xəstəliyə çevrilmişdi. Bunu da sındırmaq üçün, bu tabunu sındırmaq üçün, bu yersiz adətlərə son qoymaq üçün Əziz Peyğəmbərimiz və onun əhl-i beyti çox böyük, önəmli işlərə addımlar atdılar. Dönəmində də Yahudilərdən olan Huyey ibn Əxtəbin qızı ilə Mariya Qibti və Səfiyyə ilə ailə. Digər qəbilələrlə də, onların xanımları ilə də, qızları ilə də ailə qurması elə burada səbəb var idi əlbəttə. Dahi şəxsiyyətlər, mütəfəkkirlər düşünürlər ki, Peyğəmbərin atdığı bu addımlar çox böyük, düşünülmüş bir addımlar idi. İmam Kazım əleyhissalamın çoxlu övladları olduğunu bilirik, tarixdə var. Bununla bağlı nə deyə bilərsiniz? İmam Kazım əleyhissalamın çoxlu övladları var və bu haqda tarixi qaynaqlarda ixtilaflı fikirlər də var. Təxminən səhv eləmirəmsə, mən orada 12 dənə nəzəriyyə qeyd eləmişəm və onların həqiqətə ən doğru, yaxın olan Şeyx Mufidin nəzəriyyəsidir. Şeyx Mufid rəhmətullah əleyh deyir ki, İmam Hüseyn Kazım əleyhissalamın 37 evladı olub, 19 qız evladı, 17 üstürəm. İmam Şeyx Mufid rəhmətullah əleyh öz İrşad kitabında qeyd edir ki, İmam Hüseyn Kazım əleyhissalamın 37 evladı olub. Onun 19-u qız, 18-i oğlan evladıdır. Və mənə elə gəlir ki, mən o rəyi seçmişəm. Həqiqətə ən yaxın olan rəy elə Şeyx Mufidin rəyidir. Və Şeyx Mufidin və Nobəxtinin rəyidir. Çünki Uyun Rəhbar Rıza kitabında Harun Rəşid İmam Kazım əleyhissalamın evladlarının ədədini soruşanda İmam deyir ki, fəəmməl əvlad fəli neyyifun və thələthun. Yəni, orada deyir ki, 30 neçə deyir, səhv eləmirəmsə. Yəni, bu da o deməkdir ki, İmam Hüseyn Kazım əleyhissalamın 30-dan yuxarı evlad olub. İmamın öz dilindən belə bir hədis nəql olunur. Yəni, nəticədə İmam Hüseyn Kazım əleyhissalamın
usta yuxarı evladı. Hacı, Həkimə xanım 3 imamla eyni zamanda yaşamışdı, bunu bilirik. Bu imamların gözündə xanım Həkimə kim idi? Bax, buna bir neçə dəqiqə vaxt ayıraq. Biz xanım Həkimə salamullahi əleyhanın imamlarımızın gözündə hansı dərəcədə olduğunu bilmək üçün gərək 3 imamın həyatını yaxşı təhlil eləyəsən, yaxşı oxuyasan ki, biləsən ki, imamın ona münasibəti necə olub. Məsələn, biz İmam Musa Kazım əleyhissalamın həyatını oxuyanda görürük ki, xanım Həkimə atasının evindədir. Atasının şəhadətindən sonra qardaş İmam Rıza əleyhissalamın evindədir. Biz kitabda da qeyd eləmişik, xanım Həkimə İmam Rıza əleyhissalamın evindədir. İmam Rıza əleyhissalam səfərə çıxdığı zaman evin, ailənin məsuliyyətin, himayəsini xanım Həkimənin öhdəsinə qoyur. Xanım Həkimə səfərdə olan qardaşına məktub yazır. Bilirsiniz, İmam Rıza əleyhissalamın 45 yaşından sonra onun evladı oldu. 45 yaşından kimi evladı yox idi. İmam Rıza əleyhissalam səfərdə olarkən, yaxın bir səfərdə, yəni Tusa getməmişdən xanım Həkim ona məktub yazır. Məktubda müjdə məktubdur. Ona bildirir ki, yaxında sənin evladın olacaq. İmam da ona o məktubun cavabında bacısına yazır ki, xanım Həkimiyə, Bibi Heybətə yazır ki, əgər səfərim uzanarsa, məzmununu deyirəm. Əgər səfərim uzanarsa, uşağın başından ayrılma. Doğulacaq körpənin ətrafında sən olacaksın. Ona tapşırır. Və biz imamın səfərdən sonraki həyatına da baxanda görürük ki, İmam Rıza əleyhissalamın evində, onun evində mövcudluğu vaxtı da xanım Həkimə onun yanındadır. Məsələn, mənə ən diqqət elədiyim məsələ budur ki, mənə təəccüblənir həqiqətən bu məsələ. İmam Cavad əleyhissalamın dünyaya gəlişi hadisəsi hamımız bilirik, kitabda da var. Orada, o evdə xanım Məsumə də oradadır. Bilirsiniz, xanım Məsumə həm elmi ilə, həm təqvası ilə, həm fəqih bir xanım olub. Çünki bir haşiyə çıxım. İmam Musa Kazım əleyhissalam səfərdə olarkən bir dəstə insan imamın evinə gəlir, həm imamı görsünlər, həm ondan şərif məsələ soruşsunlar. Görürlər ki, İmam Musa Kazım evdə yoxdur. Bəs xidmətçi onların gəldiyin xanım Məsumiyə bildirir ki, bir dəstə insan var, həm imam görməsilə şəri sualları var. Xanım Məsumə onların şərin suallarını kağıza yazıb verməklərini xahiş edir, onlar yazıb verirlər. Xanım Məsumə onların şəri suallarını cavablayır və onlar vətənlərinə doğru yola düşürlər. Yola düşəndə İmam Musa Kazım əleyhissalamla rastlaşırlar. İmamla görüşürlər və imama qızının suallarını cavabladığını deyəndə imam sevinir, deyir ki, verin baxım, varaq alır. Baxanda görür xanım Məsumə çox doğru, dəqiq cavablandırır. Artıq fəqihdir. Orada belə bir söz deyir, 3 dəfə təkrar edir ki, fidaha əbuha, fidaha əbuha, atan sənə fəda olsun, atan sənə fəda olsun. Yəni bu o deməkdir ki, bir məsumun dilindən, bir insanın elmi barəsində, təqvası barəsində bir söz deyib gəlibsə, deməli o həqiqətən də olduğu kimi. Xanım Məsumənin mövcudluğu, yəni qaydaq bəsimizə. Xanım Məsumə də o evdədir, İmam Rızanın evindədir. İmam Cavad dünyaya gələrkən o da evdədir. Amma nədənsə İmam Rıza əleyhissalam oğlu Məsum imamın doğulması üçün şahid xanım Həkiməni irəli verir. Və bu o deməkdir ki, İmam Rıza əleyhissalam sanki İslam ümmətinə, İslam cəmiyyətinə sübut eləmək istəyir ki, xanım Həkimə, xanım Məsumədən işte geri qalan bir xanım deyil. Ona bərabər olan bir xanımdır. Nə ondan aşağıda, nə ondan yuxarıda. Xanım Həkimə də salamullah əleyha da öz dövründə təqvası ilə, elmi ilə bilinən və tanınan bir xanım olub. Yəni, hətta məsələn, İmam Rıza salamullah əleyh Vaqifiyyə fitnəsi ilə mübarizə apardığı zamanda xanım Həkimi də onunla bir yerdə, onunla bərabər o mübarizə aparıb. Xanım Həkimə də
hədis ravisidir. Hədis nəql edəndir. Məsələn, məhz burada İmam Rıza əleyhissalatu vesselam xanım Həkiməni önə çəkməsi xanım Həkimənin mərifətinin, biliyinin, elminin, təqvasının aliliyindən xəbər verir və bu kifayətlənmir. Və biz İmam Cavad əleyhissalamın həyatına baxanda görürük ki, İmam Cavad əleyhissalamla xanım Həkimə, yəni Bibi Heybətin arasında o qədər sıx bağlılıq olub ki, xanım Həkimə, İmam Cavad əleyhissalam qızının adını Həkimə qoyub. Yəni ərəb dili bilən qardaşlarımız bilir ki, Həkimə isim deyil, vəsifdir. Yəni İmam Cavad əleyhissalamın qızı Həkimə xanım İmam Həsən Əskərin bibisi eləyir. Nəticədə həmən Həkimədir ki, İmam Zaman ağanın, İmam Mehdi Cəlallah Fərəcəv Şərifin doğulmasının bizə çatdıran, o hədis, məşhur hədisi bizə çatdıran xanımdır. Həm İmam xanım Həkimə, həm atası, həm qardaşı İmam Rıza əleyhissalamın, həm də İmam Cavad əleyhissalamın həyatında məqamı, mənsəbi və ehtiramı olan bir xanımdır ki, bu günləri bizim ölkəmizə pənah gətirir və bu gün o buradadır, bizimlədir və mənə elə gəlir ki, biz onun layiqincə qorumalıyıq, onun ehtiramını saxlamalıyıq və gələcək nəsillərə də çatdırmalıyıq. Mütləq. Hacı, elə son sual bu olsun ki, nəyə görə məhz Bakı? Nəyə görə Azərbaycana gəliblər? Xoş gəliblər, səfa gətiriblər. Bizim deyək ki, gözlərimiz üstə onların qədəmi olsun, söz yox. Amma maraqlıdır ki, indi ola bilər kimisə maraqlandırsın bu sual ki, nəyə görə məhz Bakını seçiblər, Bakıya gəliblər imam övladları? Bu suala mən belə cavab verərəm ki, kitabda yetəri qədər dəlillərlə, sübutlarla qeyd eləmişik, amma bir tarixi fakt məni həmişə düşündürüb. İmam evladlarının səpələnməsi, qəbirlərinin müxtəlif yerdə olmaqları doğrudan da insanın qəlbini paralayır. Mən araşdırma apararkən orada tarixi mənbələrdə İmam Musa Kazım əleyhissalamla Harun Ar-Rəşidin bir diyaloqunun şahidi oldum. Gördüm, oxudum və çox təsirləndim. Və orada mən başa düşdüm ki, niyə görə xanım Həkimə bura gəlib. Biz kitabın arxa hissəsində də xəritə var. İslam həmənki dövrün Əməvilər hakimiyyətinin və sonraki Abbaslar hakimiyyətinin dövlətinin ərazisi orada kitabda verilib. O ərazi bütövlüyün içərisində Azərbaycan da var. Dərbəndə kimi qeyd olunub. İmam Mədinədə olarkən Harun Rəşid gəlir Mədinəyə və kefinin kök olduğu vaxt, halı yaxşı olduğu vaxt deyir ki, gedin Musa Kazımı gətirin, mən ona fədəki geri qaytarmaq istəyirəm. İmamı gətirirlər. Harun Rəşid imama deyir ki, mən istəyirəm fədəki sizə geri qaytarım. Demirsiniz ki, fədək bizim atamız, babamızdan anamız Zəhraya hədiyyə oldu, bu bizimdir. Mən də sizə qaytarım. İmam deyir ki, istəmirəm. Ehtiyac yoxdur. Bu israr edir. Deyir ki, götür. İmam deyir ki, ehtiyac yoxdur, istəmirəm. Artıq 3-cü dəfə Allaha and içir və Peyğəmbərə and içir. Deyir, sən and verirəm Allaha və Cəddin Rəsullaha ki, bunu məndən qəbul elə. Mən fədəki sənə verirəm. Bunu məndən qəbul elə. İmam orada bir söz deyir. Deyir, mən fədəkin hüdudlarını saysam, sən ona mənə geri qaytarmayacaqsın. Deyir, Harun Rəşid deyir ki, nədir onun hüdudları? İmam sayır. Yuxarı Qafqaz. Yuxarı Qafqazdan şimala kimi, Afrikaya kimi mövcud ərazini sayanda, hər dəfə deyəndə Harun Rəşid qəzəblənir. Qəzəblənir ki, bu artıq mənim hakimiyyətimə tələb edir. Bu mənim ərazi bütövlüyümü istəyir. Bu mənim dövlətimi istəyir. Onda artıq qərar verir ki, imamı qətlə yetirsin, şəhid eləsin. Burada imamın sözünə baxın. İmam deyir ki, yuxarı Qafqaz bölgəsində sayır. İmam Musa Kazım əleyhissalamın evində, ailəsində böyüyən hər bir evlad öz öhdəçiliyin, öz vəzifəsini çox yaxşı bilirdi. Sözsüz ki, mənə elə gəlir ki, yəni araşdırmalardan belə nəticə gəlmək olur ki, onların bura gəlməyi təsadüfi deyil. Onlar mütləq ki, onların evlərində bu söz söhbət, bu plan, bu
düşüncə, ilahi əmr, vəzifə öhdəçiliyi verilib onlara. Hər kəs öz vəzifəsini bilib. İmam Rıza əleyhissalam Tusda olarkən bacısına məktub yazır. Hər iki bacısına. Yəni həm xanım Məsumiyə, həm də xanım Həkimiyə. O məktub da var, qeyd olunub. O məktubda istəyir ki, bacıları gəlsin, Tusa gəlsin və elə də olur. Mədinədən iki böyük karvan çıxır. İki böyük karvan çıxır. Karvanın birində xanım Məsumədir və digər bacı qardaşlarıdır. Onlar bir neçə gün aralıqla əvvəl xanım Məsumə gedir, sonra isə xanım Həkimə çıxır. Həkimənin qafiləsi ayrılır. Xanım Məsumə tarixdə bəllidir ki, yolun yarısında zəhərlənir və xəstələnir və ora çatanda, yolun yarısına çatanda soruşur ki, buradan Quma nə qədər var? Məsafəmiz var. Nə qədər məsafəmiz qalıb? Buradan Qum şəhərinə. Onunla bərabər olan insanlar təəccüblənir ki, xanım ilk dəfədir səfər eləyir. Qum şəhərini oradan tanıyır. Beləliklə Quma da gedir və orada da səhv eləmirəmsə 17 gündən sonra şəhid olur. Və həmçinin xanım Həkimənin olduğu qafilə də o səmtdən keçir ki, o düşərgələrdən keçir ki, orada şiələr yaşamır. Xanım Həkimənin olduğu qafilə 150 nəfərdən 15 minə qədər, ədədə qədər saya yüksəlir. Onlar elə yol seçmişdilər ki, Əhməd ibn Musa, İmam Musa Kazım oğlu, böyük oğlu Əhməd qafiləyə də rəhbərlik eləyirdi. O elə yerlər seçmişdi ki, orada şiələr yaşamırdı, Əhl-i Beyt sevənlər yaşamırdı ki, çox olmasın ədədlər. Buna rəğmən yenə də 150-dən 15 min nəfərə kimi ədəd yüksəldi. Şiraza çatanda casuslar Məmuna xəbər verdilər ki, bəs Əhməd sənin üstünə qoşunla gəlir, üzərvə qoşunla gəlir. Bunu bilən Məmun 40 minə yaxın qoşun çıxardır. Əhməd ibn Musa ilə görüşürlər, Şirazda görüşürlər. Və Əhməd ibn Musa Harunun məktubunu göstərir. İcazə kağızını göstərir ki, biz Tusa ona görə gedirik ki, qardaşımızı görək, imamımızı görək və bunun bizim icazəmiz var. Zamanın rəhbəri olan Qutlaq xan bunu qəbul eləmir. Deyir, ya geri qayıtmalısın, ya da burada öləcəksiniz. Çox danışıqlardan sonra razılaşmırlar. Müharibə başlayır, qanlı müharibə başlayır. İmam evladları bir-bir mübarizə aparır. Tək-təkdən görürlər ki, yox, həqiqətən də bunlarla vuruşmaq mümkün deyil. Kütləvi şəkildə hücum eləməyə başlayırlar. Bu zaman Əhməd xanım Həkiməni arxa yolla çatacağı istiqamətə yola salır. Mən baxdım tarixdə xanım Həkimənin getdiyi yol, biz orada marşrut xəttində vermişik. Xanım Həkimənin getdiyi yol Qum şəhərin yaxınlığından keçir. Əgər məqsədləri əmin-amanlığı idisə, o dönəmdə Qum şəhəri həqiqətən də Əhl-i Beyt sevərləri üçün, imam balaları üçün əmin-amanlıq bir yeri idi. Əgər məqsədləri, xanım Həkimənin məqsədi əmin-amanlıq yeri seçmək olsaydı, bacısı Məsumənin yanına gedərdi. Deməli, məqsədləri əmin-amanlıq seçmək deyil idi. Əmin-amanda olmaq olmayıb. Rifah olmayıb. Onlar məqsədlər ilə əvvəldən Azərbaycan olub. Onlar xanım Həkiməni 3 nəfər də deyən var, bu qardaş uşaqlarından, 5 nəfər də deyən var. Onlar gəlirlər Rəşdə, oradan Ənzəliyə, Ənzəli ilə gəmi ilə Bakıya gəlirlər. Yəni xanım Həkimə, burada bir şeyi unutmamaq lazımdır ki, xanım Məsumə hansı məqsədlə Quma gedibsə, elə xanım Həkimə də o məqsədlə Bakıya gəlir. Hacı, çox maraqlı məsələləri aydınlaşdırdınız. Təşəkkür edirəm sizə. Bu kitabda da qeyd etmişsiniz, həqiqətən Azərbaycan
sahib çıxdı peyğəmbər övladına, həmişə də sahib çıxıb. Burada mən kitabda baxdım, sonda o fotoları yerləşdirmisiniz Sovet vaxtında, həmin o məqbərənin dağıdılması və sonradan ümummilli lider mərhum Heydər Əliyev tərəfindən yenidən bərpa edilməsi, hamısı fotolar yer alıb burada. Yəni Azərbaycan xalqının bu müqəddəslərə, ilahi şəxsiyyətlərə necə sahib çıxdığı, necə ehtiram qoyduğu tariximizdə var, qeyd olunub. İndi də gözəl surətdə möhtəşəm bir ziyarətgah kompleksidir. İnsanlarımız ziyarət edirlər. Allah bu neməti bizim əlimizdən almasın inşallah. Sizə təşəkkür edirəm bir daha və yenə də təbrik edirəm sizi. Allah razı olsun. Əziz və möhtərəm izləyicilər, Allah sizi, bizi Peyğəmbər və Əhl-i Beytindən ayrı salmasın. İnşallah növbəti həftə görüşənədək sağ olun.